Hörmətli izləyicilərimiz, hal-hazırda Cavad FK'nin oyunu davam eləyəcək birazdan. Və gördüyünüz kimi Cavad FK komandası və Gəzli FK komandası hal-hazırda toplaşıblar. Oyun kapitanları öz oyuncularına öz məsləhətlərini verir. Az sonra gərgin mübarizə başlayacaq. Ümid edirik ki, Cavad FK komandası qələbə günü qələbəni bizim kəndimizə, qədim kəndimiz olan Cavad kəndinə aparacaq. Yeni gələn izləyicilərimiz, xoş gəlmişsiniz. Cavad FK və Gəzli FK arasında keçən gərgin mübarizəyə şahid olursunuz hal-hazırda. Ekranı tıklamaqda, təpikləməkdə davam eləyin ki, canlı yayımız güclü izləyici sayına ulaşsın. Kənan, çox sağ ol, təşəkkür edirəm, minnətdaram. Bugün ayın 9-u qələbə günüdür. İnşallah bizim komandamızda qələbə sevinci ilə kəndimizə qayıdacaq, ümid eləyirik. İzləyicilərimizdən də xahişimiz, tələbimiz odur ki, bütün dualarınız bizimlə olsun ki, biz bu komandaya qalib gələk və yarım finala vəsiqə qazanaq. Salam, salam, hər birinizi salamlayıram. Hələliyə belə tutacam ki, birazdan başlayanda görürsə tutarım. Ha? Bak Cel. Yüksəllikdən tutur. Ha. Hörmətli izləyicilərimiz, hal-hazırda Cavad FK'nin izləyicilərindən, dəstəkçilərindən salamlayırlar sizləri. Bəli, Sabirabadın hal-hazırda biz Qaraqaşlı kəndi Kampınol stadionundayıq. Gəzli komandası və Cavad komandası arasında birazdan gərgin mübarizə davam eləyəcək. Donmaz adı yoxdur uşaqlar. Qaqaş biz həmsə yuxarılarda olmuşuq. Və oyun başladı. Cavad FK və Gəzli FK arasında gərgin mübarizə. Gəzli FK hal-hazırda hücum təşkil elədi və 23 nömrəli oyuncu Cavad FK'nin kapitanı müdafiəni bərpa elədi. Bu 77 nömrəli oyuncu da super oyuncudur, çox gözəl hərəkətlərlə yadda qalıb keçən səfərki oyunumuzda. Amma bu Gəzli komandası zəif komandasıdır. O təhlükəli ola bilər. Qaqaş bildik də Gəzliyə uğurlar yazmışsan, yaxşı. Bildik də Gəzlidənsən, yaxşı. Bir dəfə yazmağın kifayət eləyir. Yaşay 10 nömrəli qapçı. O 74 nömrəli oyuncudan mən çox oyunları xoşuma gəlir və qapıya zərbə, ilk zərbə qapıya. Amma çox təəssüflər olsun ki, qapının üzərindən keçdi. Ola bilər isim hərəkətlərdir, yüzü qabağa oyunumuz çox maraqlı olacaq, çox baxımlı toplar olacaq oyunumuzda. Elə başa düşürəm, fikirləşirəm ki, Cavad komandası qalib gələcək.
Bəli, bəli, bəli. Oyunumuz 16:20-də başladı. Qəşəng! Qəşəng! Oy, 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 oy. Çox gözəl top idi, amma qapıcı da çox məharətli qapıcı idi ki, onu saxlaya bildi. Cavad FK oyunun başlanğıcından öz məharətini göstərməyə davam eləyir. Çox gözəl top idi. Qəşəng! 77 nömrəli oyuncu qapını yoxlamağı gözlər idi. Çox gözəl oyun davam edir hal-hazırda. Cavad futbol komandasının 2 dəfə qapıya zərbə endirməyi çox gözəldir. Çünki oyun indi başlayıb, isinmə hərəkətləri ola bilər. Qapıya təzyiq göstərməkləri də qəşəngdir. Qəşəng keçdi, topa çata bilmədi, çox təəssüflər olsun. Oy, 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 oy. Az qalsın Bəybala müəllim. Bəybaba daha doğrusu. 23 nömrəli oyuncu müdafiədə boşluq yaradacaqdı. Amma nəhayətində hücumun qarşısı alındı. Hal-hazırda outdan Qəzli komandası oyunu başladı. Təhlükəli ola bilərmi? Yox. Top qapıdan çölə düşdü. Oyunumuzun hakimi də yeri gəlmişkən çox məsuliyyətli hakimdir, çox gözəl oyun aparır. Çox qabiliyyətli insandır. ...39 nəfər iştirakçı, izləyici. Zəhmət olmasa ekranı təpikləməkdə davam eləyin. Oy, 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 oy. Bu Qəzli komandası çox sərt şəkildə oyuna davam eləyir. Çox sərt şəkildə oyuna davam eləyir Qəzli komandası. Bu cür oynamaq olmaz. Ola bilsin ki, oyunun irəliləyən dəqiqələrində sarı kart biz gördük. Hal-hazırda hesab 0-0'dır. Hələ ki hesabda bir dəyişiklik yoxdur. Amma ola bilsin ki, çox az müddətdə Cavad komandası hesabda dəyişiklik yaradar. Qapının ağzına və çox gözəl ola bilərdi, amma çata bilmədi. Xanlarov, çox sağ ol. Ekranda donma yoxdur. Burada nəsə bakselin seti biraz zəif tutur. Amma mən yüksəkliyə çıxmışam deyənə hələ ki normaldır. Uşaqlar ekranda təpikləməkdə davam edir. Hal-hazırda Cavad FK komandası hücuma keçir və yenə də olmadı. Şot hal-hazırda 0-0 davam eləyir. Şotda bir dəyişiklik yoxdur. Qəşəng itirilən top
Qəzli, hücum təşkil olundu Qəzli komandası tərəfindən. Bu təhlükəli ola bilərmi? Yox. Ya. Qəzli komandası hardan gəldi? Qapıya tərəf topu dıyılır. Hop, qəşəng. Amma çox təəssüflər olsun ki, topu itirdi Cavad FK komandası. Hal-hazırda Qəzli komandası hücumdadır. Qəşəng bəy baba müəllim. 23 nömrəli oyuncu. Qapının ağzında bu cür hərəkətlərə yol vermək olmaz. Qəşəng 10 nömrəli oyuncu. Öz gözəl hərəkətləri ilə seçilir. On nömrəli oyuncunun hərəkətləri çox xoşa gələn idi. 3 nəfər Qəzli oyuncusunu birbaşa keçərək hücuma irəliləmək istəyirdi, amma təəssüflər olsun ki, qarşısına aldılar. Qəşəng, Cavad FK-nin oyuncuları hal-hazırda çox gözəl hücum təşkil etməyə çalışırlar, daha doğrusu nəsə əldə eləyəcəklərini düşünürəm. Qəşəng 77 nömrəli oyuncu çox təhlükəli oyuncudur, balaca olmağına baxmayaraq çox məharətli hərəkətlərə yol verir. Buraxmaq olmaz, o səhv eləmək olmaz. Yaxşı ki, bu 23 nömrəli Bəybala müəllim burada var, yoxsa bizim vəziyyətimiz çox gərgin olardı. Müdafiəçilərimiz çox atveçkalara yol verirlər. Əsasda bu 9 nömrəli oyuncudan çox ...77 nömrəli oyuncunun adını yazdılar, Baxtiyar bəy. Qəşəng müdafiə, Baxtiyar müəllim hal-hazırda 77 nömrəli formasına irəliləyir. O çox təəssüf keçə bilmədi. Keçə bilsəydi təhlükəli hücum yarana bilərdi Cavad FK komandası tərəfindən. Qapçı öz məharətini göstəricilə hoppan topa. Baxtiyar müəllim topa sıçrayaraq topu özündə saxlamağa davam edir hal-hazırda və hücum təşkil oluna bilərmi? İtirmə Baxtiyar topu. Təhlükəli ola bilər, təhlükəli ola bilər. Qarşısını almaq lazımdır hücumun. Qəşəng Cavad FK-nin komandası. Bir də gözəl oyun göstərirlər hal-hazırda. Burada səhv eləmək olmaz. Bu çox məsuliyyətli oyundur. Burada uduzan komanda oyunu tərk eləyir. Ona görə də məsuliyyətli olmaq lazımdır. O cür sürət yığmağa ehtiyac yoxdur. Çünki o top hal-hazırda çölə gedir. Hal-hazırda hesab 0-0'dır. Hesabda dəyişiklik yoxdur, amma çox güman edirəm ki, Cavad komandası gol vurmağa hazırlaşır. Bu çox asan olmayacaq, amma irəliləyən zamanlarda ola bilər. Qəşəng bəy baba müəllim, qəşəng. 23 nömrəli oyuncu hal-hazırda müdafiəni çox gözəl təşkil edib. Yəni demək olar ki, müdafiədə top buraxmaq söhbəti yoxdur. Mən də yerim elə pisdir. Əzi-gücü yollan burada. Sıx oyza. Topu qapının ağzında çox oynatmaq olmaz. Oyuncuların ən böyük səhvlərindən biri qapının ağzında pas ötürmək, oynatmaq topu, allatmaq. Bu cür səhvlər bizə baha başa gələ bilər. Bu cür səhvlərə yol vermək olmaz. Cavad 0, Qəzli 0 hal-hazırda oyun davam edir.
Oyunumuzun hal-hazırda 10-cu dəqiqəsi arxada qalıb. Qəşəng Cavad FK komandası hal-hazırda hücuma keçir. Qaldırdı, topa çata bilərsə təhlükəli olacaq. Çatdı, itirmə topu. Qəşəng baxı. Çox təəssüflər olsun ki, qapının üzərindən top keçdi. Əkbər, salam. Oynadım ha çox topun ağzı qarış-quruş elədim adam. Bəli, hal-hazırda birinci hissənin 15 dəqiqəsi geridə qalıb artıq. Cavad FK və Qəzli FK arasında olan gərgin mübarizədə hal-hazırda hesab 0-0'dır. Təhlükəli hücumlar eləyib Cavad FK, amma hal-hazırda hesabda dəyişiklik yaratmağa nail olmayıb. Amma çox az müddətə elə başa düşürəm ki, Cavad FK hesabda dəyişiklik yaradacaq, hesabda irəliyə keçəcək. Çünki çox təzyiq göstərirlər Qəzli komandasına. Hörmətli izləyicilərimiz, ekran tıklamaqda davam eləyin. Çox zəif tıklama var. Hal-hazırda canlı yayınımız heç kəşfiyyata belə düşməyib. Təhlükəli ola bilər, amma çatmayacaq. Topa çatmaq qeyri-mümkündür. O keçən dəfə idi. Hal-hazırda sastavımız başqadır. Hal-hazırda Cavad komandası güclü komandalardan biridir. Cavad FK komandası hal-hazırda ağ paltarlarda olanlardır. Qəzli komandası isə göy paltarda olanlar. Göy formada olan komanda Qəzli komandasıdır. Ağ formada olan komanda Cavad FK komandasıdır. Hal-hazırda Qaraqaşlı kəndində Kampunov stadionundan sizi salamlayırıq. Hesabda dəyişiklik yoxdur, hesab 0-0'dır. Hal-hazırda Cavad FK komandasında bəyəndiyim oyuncular 77 nömrəli Baxa oyuncu, 10 nömrəli çox fərasətli oyuncu da hal-hazırda təhlükəli hücumlara imza atıb, 23 nömrəli müdafiə, çox qəşəng 2 dənə top çıxartdı müdafiədən ki, hansı ki gol ola bilərdi. Qəşəng təhlükəli ola bilər hücum. Bir də təkrar, amma çox təəssüflər olsun ki Hörümçək laf mənim rəhmə verdi. Ben bir daha yıxılacam buradan. Necə oldu hörümçək? Qoyma deyək, qola baxaq. Cavad komandası çox təhlükəli hücumlara imza atır hal-hazırda. Vay, o boyda səhv eləmək olmaz.
Bu cərmə zərbəsi təhlükəli ola bilər. Bu cərmə zərbəsi çox təhlükəli ola bilər. Qapıçı diqqətli olmalıdır. Müdafiələr güclü müdafiə səthi yaratmalıdırlar. Bu çox təhlükəli cərmə zərbəsidir. Qəşəng müdafiə, çox gözəl. Diqqətli olun, diqqətli olun. Çox gözəl, ekranı tıklamaqda davam eləyin. Hörmətli izləyicilərimiz, yenə təkrarlayıram. Cavad FK və Qəzli FK arasında keçən gərgin mübarizədə hal-hazırda hesabda heç bir dəyişiklik yoxdur. Çox az müddətdə hesabda dəyişiklik ola bilər. Qapıçı diqqətli ol, təhlükəli ola bilər. Oyuncu topu görə bilmədi. Görə bilsəydi, bu təhlükəli ola bilərdi. Ola bilsin ki, Qəzli komandası bu cür yıxılmaqlarla, cərmə almaqlarla qapıya top vura bilər. Hər iki komanda çox sərt şəkildə oynayır. Çox sərt şəkildə oyun davam edir. Bu cür nə olmaz. Ciddi yaralanmalar ola bilər bu oyunda. Çox təhlükəli ola bilər. Qəşəng qapıçının məharətindən söz belə demək olmaz. Çox gözəl sıradı topa qapıçı. 10-cu nömrəli qapıçı qəşəng. Çox gözəl topu çıxartdı. 10-cu nömrəli qapıçı çox gözəl məharətini göstərdi. Çox qəşəng topları çıxartdı qapıdan. Hətta oyuncu belə başını topa vurmağa macal tapa bilməmiş, qapıçı öz məharətini göstərərək. Allah. Bir daha yıxılacam buradan. Qəşəng bəy baba müəllim, qəşəng. Müdafiəni gücləndirmək lazımdır. Cavad FK hal-hazırda müdafiədə çox boşluq yaradır. Qapıçı Qəzli komandasının oyuncusuna sarı vərəqəni göstərərək nəsə dedi. Ola bilsin ki, çox gərgin oynamağına verdi. Ya nəsə bilə bilmədim mən. Amma Qəzli komandasının oyuncusu sarı vərəqə aldı. İkinci sarıda oyunu tərk edir. Hal-hazırda hesab bərabərdir. Hesabda heç bir dəyişiklik yoxdur. Cavad FK və Qəzli FK arasında gedən gərgin mübarizədə deməli neçənci dəqiqə? 20-ci dəqiqə artıq geridə qalıb və hesabda dəyişiklik yoxdur. 0-0 davam edir oyunumuz. Qaraqaşlı kəndində, Kampunov stadionunda gərgin mübarizədə hesabda dəyişikliyin olmaması penallaşmaya gedib çıxa bilər. Penallaşma da bizim heç birimizə, heç bir komandaya sərf eləmir. Çünki penallaşma oyuncuların bir səhvindən oyunu məğlub olmalarına gətirib çıxarta bilər.
Hal-hazırda mənim fikrim oyunda olduğuna görə yazılanların çoxsunu oxuya bilmirəm. Zavad komandası qapıya qədər hücumu təşkil eləsə də hal-hazırda qapıya doğru bir dənə zərbə belə olsun indirməyə çalışmırlar. Ola bilsin ki, müəyyən bir vaxt gözləyirlər. Qəşəng müdafiəçimiz topu qəbul elədi. Zavad FK 8 nömrəli oyuncu çox pis ötürmələr edir. 10 nömrəli oyuncu da çox gözəl məharətlərini göstərir hal-hazırda. Qəşəng hücum təşkil oluna bilərmi? Və təəssüflər olsun ki, oy düz qapının içərisindən çıxartdı topu. Qəzli komandasının qapçısı. Baxa. Sən bacararsan baxa, yoxla qapını oradan. Arada qapını yoxlamaq lazımdır. Kimə ötürdü? Ay sən yığdın yeməyi boğaza, ay hörümçək. Zavad futbol komandası və Qəzli futbol komandası arasında gərgin mübarizədə hal-hazırda hesab 0-0'dır. Qəşəng 9 nömrəli oyuncu. Zavad futbol komandasının oyuncularından tüm topların qəbul olunmasında 9 nömrəli oyuncu öz məharətini göstərir. Qəşəng qapçı. Qəşəng qapçının məharəti burada alqışlamağa dəyər. Oyuncumuz da qapçını çox gözəl başa düşdü. Oyuncunun qarşısına alaraq qapı topu tutmağı. 44 nömrəli oyuncu çox gözəl oyuncudur. Qəşəng topa qaçır. Fikir ver. Çox gözəl keçə bilsin hücum təşkil. Mən belə başa düşürəm ki, bu gərgin mübarizədə ola bilsin ki, oyunun ortalarında dava düşə bilsin. Çünki burada çox oyuncular sərt şəkildə oyuna davam edirlər. Çox sərt şəkildə davam edirlər. Topa girməklə araları yoxdur. Ancaq oyuncular bir-birlərini yıxıdırlar, badmuşqa atırlar. Hələ Qəzli komandasından biri sarı kart alıb hal-hazırda. Hal-hazırda hesab 0-0'dır. Hesabda heç bir dəyişiklik yoxdur. Oyunun 25-ci dəqiqəsi hal-hazırda geridə qalıb. Cərimə zərbəsi təyin olunub. Zavad FK komandasının 44 nömrəli oyuncusu cərimə zərbəsini yerinə yetirəcək. Təhlükəli ola bilərmi bu top? Oy, Qəzlilər müdafiəçisi topu oyundan kənara atdı. Nəsir 054. Ekranı təpikləməkdə davam edin. 35 oyun izləyici. Sizlər üçün biz çox yüksəklikdən oyunu çəkməyə davam edirik. Sizdə biz zəhmət. Qəşəng Zavad komandası. Qəşəng və 1-0 Zavad komandası hesabda irəliyə keçir. Bu gözəl idi. Çox qəşəng topun qaldırılması ilə neçə nömrəli oyuncudur o, görə bilmirəm. Məsafə uzaq olduğuna görə oyuncunun nömrəsini görə bilmədim, amma kəlli ilə çox gözəl və məharətli şəkildə oyuncunun hansı oyuncudur? 14 nömrəli oyuncu. 14 nömrəli oyuncu çox gözəl hərəkət idi, çox gözəl topu vurdu qapıya. 1-0 Zavad komandası hesabda irəliyə keçir. Qapçı diqqətli ol.
Müdafiəçimiz qəşəng topu qarşıladı. 10 nömrəli oyuncu ikinci təhlükəli hücum yarana bilərmi? Baxa gözəl hərəkətlərə yol verir. Çat topa. Qəşəng 3 nömrəli oyuncu hal-hazırda hücumu təşkil edir. 14 nömrəli oyuncu, o birisinin nömrəsi yoxdur heç üstündə. 14 nömrəli oyuncu hücuma keçə bilərmi? Top Baxa tərəfindən oyuncu ötürüldü. Yox, itirdilər topu. Cavad Fekir komandası topu itirdi. Valla bu nə topa hoppanmaqdır. Baxa! Qapını yoxla! Çox halladır, Baxa çox halladır. Çox belə oyunu. Qoy qapıya! Cavad komandası topu qapıya vurmaq istəmir elə bir. Qapının ağzından qaydırlar. Bizim üçün çox təhlükəli ola bilər. Cavad komandası. Buna hərəkətlərdə yol verirsiniz. Qəşəng 9 nömrəli müdafiəçi, səni alqışlayıram buradan. 4 nömrəli oyuncu da öz məharətini göstərərək topu avota atdı. Qəzli komandası hal-hazırda avotdan topu meydançaya daxil edəcək. Qapının ağzı çox təhlükəli ola bilər bu. Qəşəng 9 nömrəli oyuncunun boyunun hündür olması bizim işimizə yarayır və qapçımız öz məharətini göstərdi. Çox asan top idi əslində, amma əlindən buraxmağından qorxdum. Allah, o oyuncu yıxıldı yerə topla. Qapıya zərbə ola bilər. Qapıya zərbə ola bilər qapçı. Qəşəng qapçı. 12 nömrəli oyuncu, səni alqışlayıram. Çox gözəl zərbə indirmişdi Qəzli komandasının oyuncusu, amma qapçımız da çox məharətlidir. Qəşəng oyun gedir. Hal-hazırda çox Cavad komandasının oyunu çox xoşuma gəlir. Hücumda heç kimin olmamağı bizim üçün çox mənfi xüsusiyyətdir. Cavad komandası çox gözəl oyun göstərir hal-hazırda. Cavad komandası çox gözəl oyun göstərir. Çox baxımlı oyun göstərir Cavad FK komandası. O boyda səhv eləmək olmaz. Arxada o qədər oyuncu ola sən təkrar avota atan oyuncuya pas ötürürsən. Odur ha. Qəşəng. Çox gözəl paslaşır Cavad komandası. Topa sahiblənmə hal-hazırda 60-70% Cavad komandasında ola bilər. Baxa adlı 74 nömrəli oyuncu da meydançanın hər bir istiqamətində oynayır. Hücumda, müdafiədə, yarım müdafiədə bütün oyuncu meydançanı zəbt edir. Balaca olmağına baxmayaraq çox gözəl oyun göstərir, çox gözəl oyun nümayiş elətdirir. Qəşəng Cavad komandası, yatma. Yatma, o cür toplar təhlükəli ola bilər. Bəli, bəli. O çox böyük səhv idi. Çox böyük səhvə yol vermişdi Cavad komandası. Cavad komandası bir dənə də olsun qol vursa, bu qələbəmizə vəsiqə qazana bilər. Qəşəng çerə-çep edən Cavad komandasının oyuncusu çox gözəl top ötürdü. Baxa. 14 nömrəli oyuncuya hücum təşkil olundu. Hal-hazırda çox təhlükəli ola bilər. Amma Qəzli komandasının qapıçı da çox məharətli qapıçıdır və işin bilən adamdır. Cavad FK və Qəzli FK arasında gərgin mübarizədə hal-hazırda hesab 1-0 Cavad komandasının xeyrinədir. Ekranı təpiqləməkdə davam edin, hörmətli izləyicilərimiz. Qəşəng Cavad komandası hücuma keçir, amma müdafiə hücumun qarşısını aldı. Əks hücum ola bilərmi?
Çox gözəl pas idi Qəzli komandası tərəfindən. Orada heç nə yoxdur. Orada heç nə yoxdur. Orada stoyka ilə giribsə, topu itirmişsən. Orada heç nə yoxdur. Hala, sən bıraxa girib qapıya top vurasan. Bax ha, topu itirmək olmaz. Bax ha, 2-3 dənə oyuncunu cidələyə qoyub hal-hazırda tapdalanlar üstündən keçdilər. Burada deyir də, haqqa vermək olmaz. Təhlükəli ola bilər qapçı. Diqqətli ol. Qəşəng bəy baba müəllim müdafiəni çox gözəl təşkil eləyir. Hə, oyuncunu bırax da nə? Tutub oyuncu, qəşəng ötürmə, qəşəng ötürmə. Qapını yoxlayacaq. Qəşəng qapçı. Qapçı çox gözəl performans göstərdi. Çox gözəl performans göstərir qapçı. Xəbəri yoxdur, top atdılar kürəyinə. Cavad FK, bir dənə də qol. Bir dənə də qol sevinci. Hücum təşkil oluna bilər, amma hücumun qarşısı alındı. Top hal-hazırda Cavad futbol komandası tərəfindən outdan oyuna daxil olundu. 6 nömrəli oyuncu. Bir yaxdan o 9 nömrəli oyuncu görürdüm. Deyəsən onun nömrəsini mən başa görmüşəm. 6 nömrəli oyuncuymuş ki bu. Allah, qapçı topu əlində saxlaya bilmir. Qəzli komandasının qapçısı topu meydançaya daxil elədi. Bu təhlükəli ola bilər. Müdafiəmiz hardadır? 3 nömrəli oyuncu topu alaraq hücuma təzədən keçməyə şans yaradır Cavad komandasına. 77 nömrəli Baxa. Çox gözəl performanslar göstərir hal-hazırda. 1-0 öndə olmağın da rahatçılığı bir başqadır. Cavad komandası tərəfindən çox rahat şəkildə oynayırlar. Heç qapıya tərəf zərbə indirməyə çalışmırlar da. Bu oyun bu cür davam eləyərsə, Qəzli komandası bərabərliyi əldə eləyəcək. Qapıya tərəf zərbələr indirmək lazımdır. Bələ, Baxa. O mənim Baxam. Əriz səni, teşakadır qaqam, teşaka. 4 nömrəlidir. Yaxından baxıram ki 6 nömrəli oyuncudur. Mən prosta bir yaxdan oynaya 9 nömrəli oyuncu görmüşəm, bilmirəm. Sonra bütün yüksəkdə olduğuma görə setimdə zəifliyirlər. Gedir gəlir. Heç nə yoxdur, heç nə yoxdur, heç nə yoxdur. Oyuncunun artisti eləməyinə dəyinməz. Cavad FK və Qəzli FK arasında gedən gərgin mübarizədə hesab hal-hazırda 1-0 Cavad futbol komandasının xeyrinədir. Qəzli komandası çox şücaət göstərsə də hesabı bərabərləşdirməyə, amma hal-hazırda ona nail ola bilməyib. Əgər Cavad futbol komandası Qəzli komandasına bir dənə də top vurarsa, bu bizim qələbə sevincimizi 90% təsdiq eləyə bilər. Qəşəng hücum təşkil olunur Cavad FK komandası tərəfindən. Çox gözəl 2 oyuncunu keçdi, amma 3-cünü keçə bilmədi. 3 oyuncunu eyni zamanda keçmək hər futbolçu üçün bacara biləcəyi bir şey deyil. 2 oyuncunu keçmək olar, amma 3 qəşəng 14 nömrəli oyuncu qapıya tərəf zərbə indirir, amma zərbənin qarşısı alındı. Bu təhlükəli ola bilər. Qapıya tərəf ötürülən top təhlükəli ola bilər. Qəşəng müdafiəmiz tərəfindən topun qarşısı alındı. Amma çox güman ki, Qəzli komandası da artıq hücuma meyillilik yaranıb. Ola bilsin ki, hesabı bərabərləşdirməyə çalışırlar. Ola bilər, oyundur, ayağına da vura bilər, əlinə də vura bilər. Çox hadisələr baş verə bilər. Yubanma, yubanma, topda yubanma. Hal-hazırda hücum təşkil olundu.
Zavad FK komandası tərəfindən hücumun qarşısı alındı. Əks hücum ola bilərmi? Baxa tərəfindən top ötürülür və Baxa çox uzağa top ötürür hal-hazırda. Çox boşluqlara yol verirlər Zavad komandası. Girdi stəkanlara. Oyuncu girdi stəkanların içində çay içir. Oyuncu çay içir stəkanların içində. Dörd nömrəli oyuncu topu meydançaya daxil edir cərimə zərbəsindən. Daha doğrusu Uqlavoydan. Bu nədir? Bu niyə belə solğun keçdi oyun? Nəsə mən o gərgin mübarizəni Zavad FK komandası tərəfindən bir gol vurulandan sonra mübarizədə çox zəiflik hiss edirəm. Həm Zavad futbol komandası tərəfindən, həm Gəzli futbol komandası tərəfindən çox belə gözsüz şəkildə oyun keçirmiş kimi hissi yaradır. Qəşəng hücumlar təşkil olunur hal-hazırda. Bu da gol ola bilərmi? Nə oldu? Nə hadisə baş verdi? Offside imiş sən demə. Offside imiş. O təhlükəli ola bilər. Çox rahatçılıq yaratmıyor müdafiədə. Qapıcı qəşəng top qapıcının qucağına düşdü. Topla qapıcı məhəbbət yaşayır, sevgi yaşayır, eşq yaşayır. Uzanır, ayağa durmaq istəmir elə bil. Hörmətli izləyicilərimiz, təhlükəli hücum ola bilərdi, amma top getdi qoşunun həyətinə. Şadlıqlarda görüşəyim. Bu yaxınlıqda olan qonşular inan ki o topların əlindən beziblər də. Oturduqları yerdə görürsən top daran girdi həyətə. O balaca xırda uşaqlar var, bla. Bunlar da topun dalıcan elə bir surətlə gedirlər ki, inan kimin qapısına girsələr o surətlə cəmaət diskinəcək. Və cərimə zərbəsi qəşəng təhlükəli ola bilər, qapını yoxladı. Qapının üstündən keçdi. Qaqaş, sən darıxma hələ, qoy biz bundan sonra sən məlumat verəcəyik şəxsən ki, biz kimlə oynayacaq. Hələ bu qədər, nədir bu, ataların bir söz var, deyir, arxı hoppanmamış, hop eləmək lazımdır. Bu oyundur, oyunda hər şey ola bilər, hər an oyunun nəticəsi dəyişilə bilər. Ona görə də mən təklif edirəm ki, gəlin biz bu oyunu bugün qələbə günü münasibəti ilə, qələbə ilə kəndimizə qayıdaq. Zavad komandası qələbə ilə kəndinə qayıtdıqdan sonra təyin olunacaq ki, biz kimlə oynayacaq. Bu təhlükəli ola bilər və qapını yoxlaya bilər. Qapıcı yerindədir. 12 nömrəli qapıcı öz maharətini göstərərək topu tutdu. Amma tələsi oldu. Deyəsə, sevinci topu çölə atmağına bais oldu. Kim haqq eləyirsə o da uda bilər. Qapıya zərbə yaratmağa çalışsalar da müdafiəmiz qarşısını alır, amma çox zəif. Hücum təşkili yoxdur bizdə. Biraz ürəkləndirmək lazımdır oyuncuları. Gəzli komandasının qapıcısı. Cərimə zərbəsi təyin olundu. Bu təhlükəli yerlərdən cərimə zərbəsini vurulmağı çox xoşa gəlməz. Çünki buradan birbaşa, yəni vura bilən oyuncu, əgər qapıya zərbə indirərsə, birbaşa qol ola bilər. Birbaşa qapıya zərbə endirə bilən oyuncu olsa, olmadı. Bir də təzdən yoxla, yenə olmadı.
oyunda gərginlik davam edir. Hal-hazırda oyunçunun əlinə dəyməyin şeylər. Axır necə olacaq? Kim ağırdır burada durmadan? Ola bilsin ki, mən irəliləyən dəqiqələrdə canlı yayımı bağlayacağım. Həm ekran tıklaması çox zəifdir. Yəni buradan durub bu əziyyəti çəkməyə elə bilirəm ki, dəyməz. Nəsə ola bilər. Yox, müdafiəmiz çox güclüdür. Və hücum təşkil ola bilərmi? Əks hücum hal-hazırda. Bəli, ötür qabaqdakı oyuncuya. Ofsayda girmə, qəşşək, 77 nömrəli, baxa, yoxla qapını oradan. Ay, sən hara vurursan topu, baxa. Sən hara dıyılıysan topu. Nicat, çox sağ ol, dəyərli sözlərimizə görə sizə təşəkkürümüzü bildiririk. Qəzli komandası hal-hazırda hücuma keçməyə hazırlaşır, amma Cavad futbol komandasının müdafiəsi çox güclüdür. Müdafiədə Cavad komandası keçilməz bir sədd yaradıblar. Penal? Penal ya. Penalı. Yox, penal zad yoxdur. Dərmə zərbəsi təyin olundu. Ola bilsin ki, bu təhlükəli ola bilər. Bu təhlükəli ola bilər. Cavad futbol komandası. Diqqətli olmaq lazımdır. Təhlükəli hücum ola bilər. Uqlavoydan Qəzli komandası top meydancaya daxil elədi. Qəşşək qapçı, 12 nömrəli Cavad komandasının qapçısı. Çox gözəl məharət göstərdi. Halal olsun qapçı, səni alqışlayıram. Oradan qapını yoxlaya bilər. Diqqətli ol. Yox, çox gərgin mübarizə gedir hal-hazırda, amma top meydançanı tərk elədi. Cavad futbol komandasının qapçısı həqiqətən də alqışa layiq hərəkətlərə yol verir. Yəni 12 nömrəli oyuncu adı bilməsəkdə, yəni çox gözəl toplar çıxardır hal-hazırda qapıdan. Ola bilsin ki, o qapıçının yerində başqa bir qapıçı olsaydı, hal-hazırda Qəzli komandası bizimlə hesabı bərabərləşdirə bilərdi. Amma Cavad komandası da belə hücuma meyillilik hal-hazırda yoxdur. Hal-hazırda hücuma meyillilik yoxdur. Sanki gözləyirlər ki, Qəzli komandası hesabı bərabərləşdirsin, biraz həyacanlı oyun geçsin. Sanki Cavad komandası onu gözləyir. Yox. Qəzli komandası hücumu təşkil eləsə də zərbə endirməyə imkan tapır. Qapıya zərbə ola bilər. Təkrar zərbə. Yox. Əsəbləşdi. Qəzli komandasının oyuncusu 9 nömrəli oyuncu əsəblərin cilovlaya bilmir və komanda yoldaşına bağıraraq topu yerlə verməsini tələb edir. Cavad komandası Ağotdan oyunu davam edir və hücum təşkil oluna bilər. 8 nömrəli oyuncu. Qəşək qabaqdakı oyuncunu gör. Qəşək qapçı amma. Neçə nömrəli oyuncuydu o? Həm qapçıya mane oldu, həm də bizim oyuncuya. İkisinin arasından topu oyun meydancasından çölə göndərdi. Qəşək, Cavad komandası hal-hazırda hücum təşkil edir, amma 44 nömrəli oyuncu top bitirdi. O cür məharətlə ki, oraya irəliləmişdi, gərək nəsə olaydı. Yarın müdafiədən 4 nömrəli oyuncu gedib hücumda top qaldırır. Hop.
Hop 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 hop. Hal-hazırda Cavad FK və Qəzli FK komandası arasında gedən gərgin mübarizədə hesab 1-0 Cavad komandasının xeyrinədir. Hesabın 2-0 olmasını ümid edirik. Ki 2-0 olsa bizim qələbəmiz 90% təsdiqlənmiş olur. Birinci hissənin bitməsinə çox az bir müddət qalıb. Çox az bir vaxt qalıb birinci hissənin bitməsinə. Və nəhayət birinci hissə sona çatdı. Hörmətli izləyicilərimiz, sizlə müvəqqəti olaraq təxminən saata baxın 10 dəqiqəlik fasilə eləyirik. 10 dəqiqədən sonra sizlərlə görüşəcəyik. 10 dəqiqədən sonra canlı yayı izləməyi unutmayın. Hal-hazırda canlı yayımı bağlayıram. Ya da ki, stream heç bağlamayayım. Qalsın belə. Yox, bağlayayım, biraz da istirahət edeyim. Birazdan birini də açacağım.